Kişilərdə cinsi ziyillər. Kişilərdə cinsi ziyillər ən çox cinsi yolla bulaşan xəstəliklər arasındadır. Burada daha çox human papilloma virus dediyimiz HPV virusu rol oynayır. Bu təkcə cinsi əlaqə ilə yox, dəri təması vasitəsilə də çıxa bilər, yəni bulaşa bilər və ən çox cinsi orqanda, xayalarda, qasıq nahiyəsində gül kələminə bənzər, rəngi də qəhvəyi və ya qaraya çalan rənglərdə olur. Burada əsas məsələ bu HPV-yə yoluxduqdan sonra həmən özünü büruzə verməsə də, bədən immuniteti düşdükcə, zaman keçdikcə, dəridəki qoruyuculuq azaldıqca bu ziyil şəklində özünü büruzə verir. Burada kişilərdə bizim əsas müalicəmiz o ziyillərin yandırılması və ya yerli keyitmə ilə, anestezi ilə götürülməsidir. Və bunun sonrasında təkrarlanmaması üçün lazım olan kremlərin, məlhəmlərin istifadəsidir. HPV-dən biz nəyə görə qorxuruq? Daha çox kişilərdə yox, qadınlarda uşaqlıq boyunca xərçənginə səbəb ola bilər. Ona görə də əgər bir kişidə HPV varsa, həmin şəxs bunu qarşı tərəfə, xanıma, iləride ailə quracağı şəxsə bulaşdırmasın, daha riskli və daha böyük bir xəstəliyə səbəb olmasın deyə HPV-dən müalicə olunmağı tövsiyə edirik.